Dilbura xanım bizə müraciəti 24-6-cı ayda olub, iyun ayı, 56 yaşında və bizə müraciət elədiyi vaxtı boyun ağrısı, çiyin ağrısı, çanaqda ağrı, sol tərəfdə bel, kürək, diz ağrısı, topuq, daman ağrısı, qollarda, əllərdə keyləşmə, ayaqlarda gərginlik, yanaşı olaraq göynəmə, mədədə yemək yeyəndən sonra baş gicəllənməsi, xroniki yorğunluq, panik atak, təngi nəfəslik. Necəsiz Dilbura xanım? Demək olar ki, əla. Yəni, gəldiyim gündən 70% özümdə irəliləyiş hiss edirəm. Ən əsas da ağrılardan yatmaq çox çətin idi. Demək olar ki, indi yatıram, yəni əvvəlkindən çox-çox daha yaxşı keyfiyyətli yuxu olur. Yəni, çox dəyişiklik var da, yəni bütün bədənimdə hiss edirəm, əsas bədənimi özümü çox yüngül hiss edirəm, ağrılarım da azalır. Gün ərzində mən o diskomfort olan vəziyyətlərdən çoxundan qurtulmuşam. Ümumiyyətlə, müalicə başladığı gündən necə hiss edirdiniz birinci seansdan özünüzü? Yəni, müalicəniz necə gedib? Birinci gündən sonra tam bütün ağrılarım keçmiş. Sonra o əzələləri işlədikcə, bəzi ağrılar bir gün oldu, bir gün olmadı. Tam 10 seansı biz 15 günə başladıq. Yəni, hər gün dəyişiklik, yaxşılığa doğru dəyişiklik hiss edirəm. Ümumiyyətlə, elədiyiniz müalicədə hər hansı bir dərman, aparat istifadə edir? Heç bir dərman, iynə, yəni heç bir şey olmadan ancaq insan əli, əzələyə toxunmuş. Və həqiqətən inanardınız, dərmansız bu qədər nəticə görəcəksiniz. Sizin çıxışınıza qulaq asanda, fikirləşəndə məntiqlə inanıb gəldim. Yəni, inandığıma da, yəni şahid oldum da. Təşəkkür edirik bizi seçdiyiniz Mən üçün. sizə təşəkkür edirəm. Yəni, bu belə bir şeydir ki, siz mənə nəsə verməlisiniz ki, mən sizi tərifləyəm. Yəni, mən ödəniş eləsəm də, siz düzdür, fiziki qüvvənizi verdiniz, biliyinizi, yəni istedadınızla mənə müalicə elədiniz. Yəni, tam könüllü olaraq mən sizdən razıyam. Mən sizə təşəkkür edirəm ki, yaxşı ki, siz varsınız, mən ağrılarımdan qurtuldum. Və ağrılarla qurtulmaqla yanaşı daxili orqan rahatsızlıqlarımız da var idi. Mədə yanmam demək olar ki, tam keçir. Hətta 2-3 gündə mən bunu tam unutmuşdum. Ki, axı mənim mədəm yanırdı, müxtəlif üsullardan istifadə edirdim, o keçir. Əllərimdə, qollarımda keymə, ən əsas da yatmağa hazırlaşmaq mənim üçün böyük bir işgəncəyə gedilmiş kimi idi. Yuxum gəlir, məcbur yatmalıyam. Amma yatanda o ağrılardan yata bilmirdim. İndi rahatlıqla yatıram. İdman, üstəlik komandanın işi, sizin işiniz, yəni mən razıyam. Təşəkkür edirəm. Mən təşəkkür edirəm, sağ olun, yaxşı ki varsınız, yolunuz açıq olsun. Yəni, mən xeyir gördüyüm kimi inşallah insanlar bir xeyir görərlər. İnşallah. Və Dilbura xanıma 10 seans təyin eləmişdik. 10 seansın 6 seansın komandamızda rəsmiyyət xanım işləyirdi. 4 seansın mən işləmişəm. Biz komanda şəklində işləyirik və Dilbura xanımın ilk 3 seansın rəsmiyyət xanım işləyib. İlk 3 seansda keçən şikayətləri ilə danışdıq. Bəzi pasientlər gəldiyi vaxtda sadəcə siz işləyin, sizdən başqa heç kimi inanmırıq. Yox, rəsmiyyət xanım demək çox böyükdür. Əlbəttə ki, bugün sadəcə istərsəniz komanda şəklində işləyirik. İdman, yəni biz əzələni sağaldırıq, idman əzələni gücləndirir. Biz əzələnin gücünü geri qaytarırıq, idmandan da gücləndirib bizim bədənimizdəki xidmət borcu yerinə yetirməyə kömək edirik əzələrimizə. Burada təşəkkür edirəm. Sağ olun, mən təşəkkür edirəm. Bütün komandanıza təşəkkür edirəm. Sizə də təşəkkür edirəm ki, nə yaxşı bunu kəşf eləmisiniz, Azərbaycanda tətbiq edirsiniz. Çox yaxşı missiyadır. Təşəkkürlər.